Azərbaycanda hara baxsaq, hansı qəsəbəsinə, Bakı şəhərinin özünü də götürsək, hara baxsaq çoxlu qanunsuz tikililər mövcuddur. Heç biri sənədləşdirilməyibdir. Maraq üçün mən Avstriyanın bir balaca bir şəhərini, Krems adında bir şəhərini müqayisə elədim. Deməli, torpaq vergisi və təbii ki, əmlak vergisi mövcuddur. Bunu bələdiyyələr yığılır, necə ki bizdə yığılır. Və həmin əmlaklara görə çox belə az bir əhalisi olan bir şəhər ildə 3 milyon avro pul yığa bilir. Azərbaycanda çox təəssüflər olsun ki, bu qanunsuz tikililərin, sənədsiz tikililərin sənədləşmə prosesi çox ləng gedir. Gəlin təsəvvür edək ki, biz bu qanunsuz tikililəri sənədləşdirsək, buna çıxarış verilsə, görün Azərbaycan büdcəsinə, bələdiyyə büdcələrinə, ümumiyyətlə nə qədər dövlət strukturlarına xeyir gələ bilər. İlk növbədə Daşınmaz əmlakın dövlət reyestr xidməti aldığı xidmət haqqından və dövlət rüsumlarından qazanacaq. Notarial xidmətlərin həyata keçirilməsinə görə köçürmələr həyata keçiriləcək. Bundan əlavə, əgər həmin tikililər qanuniləşsə və sənəd alsa, həmin tikililərə görə, həmin əmlaka görə, həmin torpağa görə bələdiyyə torpaq vergisi, əmlak vergisi veriləcək və bununla da bələdiyyə öz büdcəsini böyüdəcək. Həmin ərazidə, həmin infrastrukturun abadlaşdırılmasına xərcləyəcək. Daha məqsədə uyğundur ki, bu tikililərin qanunsuz tikilibdir, hansısa bir normativ qaydalara riayət eləməyib tikiblər, qanun halına salmaqla, bunu hansısa bir çərçivəyə salmaqla sənədləşdirmək olar və bu sənədləşdirmək birmənalı olaraq dövlətimiz üçün, dövlət büdcəsi üçün və eyni zamanda yerli büdcənin formalaşdırılmasına xidmət edə bilər.